Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Həyatımızın sürəti elədir ki, sanki hər şey bizdən bir addım öndə qaçır. İndi saniyələr içində səsimizi mətnə çevirən süni intellekt alətlərinə keçmişik. Qəribəsi budur ki, texnologiya sürətləndikcə biz daha da tələsirik. Artıq smartfonlarda mesaj yazmağa belə səbir etmir, tələsik səsli mesaj göndərir, elə həmin anda da cavab gözləyirik. Bu sürət yarışında vətəndaşlarla birbaşa təmasda olan çağrı mərkəzləri də yeni çağırışlara uyğunlaşmağa çalışır. İnsanların zəng edərkən növbəsiz dərhal cavab almaq istədiyini nəzərə alsaq, bu xidmətin arxa tərəfində çalışan komandaların işi heç də asan deyil. Bir həqiqət var, texnologiya nə qədər irəliləsə də, insan potensialı da onunla bərabər inkişaf edir. Günümüzdə xidmət keyfiyyətini daim yüksəltməyi qarşısına məqsəd qoyan DOST çağrı mərkəzi 142 yeni həllərlə xidmət proseslərini daha da təkmilləşdirir. Xidmət keyfiyyətinin yüksəldilməsi çağrı mərkəzlərində yeni standartlar, mərkəzin gündəlik iş prosesi barədə təəssürat yaratmaq üçün bir sujetimiz var. Sizi izləməyə dəvət edirəm. Ardınca xəbər blokumuzla davam edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 142 çağrı mərkəzinin fəaliyyəti son bir il ərzində müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Bu sahəyə məsul əməkdaşların sayı artırılıb, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və operativ cavablandırma sisteminin texniki infrastrukturu təkmilləşdirilib. 142 çağrı mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətləri üzrə vətəndaşlara xidmət göstərir. Orta hesabla mərkəzə gündəlik 5500-dən çox zəng daxil olur ki, bu zəngləri 70-ədək operator cavablandırır. Daxil olan zənglər daha çox ünvanlı dövlət sosial yardım, sosial müavinətlər, əlillik, pensiya və məşğulluq istiqamətində olur. 142 çağrı mərkəzi canlı rejimdə həftənin iş günləri saat 9:00-dan 18:00-dək vətəndaşların xidmətindədir. Mərkəz sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı vətəndaş müraciətlərini qəbul edərək operativ şəkildə cavablandırır. Statistik göstəricilərə əsasən son dövrlərdə sosial müavinətlər istiqamətində daxil olan zənglərdən 1 yaşınadək uşağı olan az təminatlı ailələrə müavinətin təyin edilməsi ilə bağlı müraciətlərdə toxunmaq istərdik ki, 1 yaşınadək uşağı olan az təminatlı ailə dedikdə, ünvanlı dövlət sosial yardım alan ailələrin ünvanlı dövlət sosial yardım aldıqları dövrdə proaktiv qaydada aparılan təyin müavinətlərdən bəhs edilir. Əlavə olaraq bildirmək istərdik ki, gün ərzində daxil olan zənglər xidmətin sonunda xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə yönləndirilir. Keçirilmiş sorğuya əsasən çağrı mərkəzində hazırda vətəndaş məmnunluğu 95% təşkil edir. Çağrı mərkəzinin proqram təminatı ayrı-ayrı qurumların informasiya ehtiyatlarına inteqrasiya olunub. Bununla da müraciətlərdə təqdim edilən fərdi məlumatların düzgünlüyünün yoxlanılması və qaldırılan məsələnin ətraflı araşdırılması üçün aidiyyatı qurumların informasiya resurslarındakı məlumatlardan istifadə olunur. Həmçinin, Nazirliyin rəhbərliyi tərəfindən 142 çağrı mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması, işin keyfiyyətinə xüsusi monitorlarda quraşdırılmış proqram təminatı vasitəsilə mütəmadi nəzarət olunur. Ölkənin ilk və yeganə sosial televiziya layihəsi olan DOST TV ilə birbaşa bağlantıda həftəlik xəbərlərin təqdimatı üçün Əsmər Nəcməddin qızı bizi gözləyir. Əsmər, hər vaxtın xeyir. Bu həftə gündəminizdə nə kimi yeniliklər var? Səndən eşidək. Salam, hər vaxtınız xeyir olsun xanım. DOST TV-nin studiyasından salamlayıram hər kəsi. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Keçid eləyək təfərrüatlara. Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçiriləcək. Hazırda bütün işçilərin qeyd edilən icbari sığortalanması özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloger və keçmiş futbolçuları Sosial Xidmətlər Agentliyinin bir sayılı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək söhbət edib, habelə müəssisənin şəraiti ilə yaxından tanış olublar. Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-noyabr aylarında əlilliyi olan 130 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 72.200 nəfərə ambulator, 30.600 nəfərə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada sosial-psixoloji hipoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib. Bu ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 521 min nəfər sosial müavinət, 406 min nəfər prezidentin aylıq təqaüdü ilə təmin edilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 1 milyard 66 milyon manat, prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım. Bu qədər. Real TV-ni diqqətdən qaçırmayın. Obyektiv davam edir. Hələlik. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Obyektiv söhbətimizə başlaya bilərik. Qonağımız Dost Çağrı Mərkəzi 142-nin direktoru Bəxtiyar Məmmədovdur. Bəxtiyar müəllim, xoş gəlmisiniz. Xoşunuza gələk. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də sizi və tamaşaçıları salamlayıram. Bəxtiyar müəllim, Dost Çağrı Mərkəzi 142 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda Nazirliyin tabeliyi və yanaşı qurumları ilə vətəndaşlar arasında bir körpü rolunu oynayır. Yəni, onların sizə zəngləri əsasında siz hansı qurumlarda nə kimi problemlər olduğunu və ya vətəndaşların sizə təkliflərini birbaşa olaraq mərkəzlərə çatdırırsınız. Bu il nə qədər müraciət qəbul etmisiniz? Sualın üçün təşəkkür edirəm. Bu il cari ilin 11 ay ərzində 3.263.831 müraciətin icrası təmin edilib. Bu müraciətlər 77% zəng vasitəsilə, 20,5% VELP intellektual chatbotu vasitəsilə, 2,4% əks əlaqə vasitəsilə, 0,1% isə SMS vasitəsilə icrası təmin edilmişdir. 77% zəngin, 48% interaktiv səsli menü tərəfindən cavablandırılmışdır. 52% isə çağrı mərkəzinə daxil olmuş zənglər operatorlar tərəfindən cavablandırılması təmin edilmişdir. Ümumi müraciətlərin 20,5%-i VELP intellektual chatbotuna daxil olmuşdur ki, burada Nazirliyin və Nazirlik tabeli qurumların rəsmi səhifələrinin və Dost Agentliyinin, Dost Çağrı Mərkəzinin və Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin Facebook və Instagram səhifəsinin ismarız bölməsinə daxil olan müraciətlər vahid platformaya daxil olur və vahid platforma tərəfindən cavablandırılması təmin edilir. Burada da 16% operator tərəfindən cavablandırma təmin edilib, 84% isə bot tərəfindən cavablandırma təmin edilmişdir. Bu iki əsas kanallar üzrə ümumi mənzərəyə diqqət yetirdikdə 97,5% müraciətlərin icrasının təmin edildiyi görsənir. Bu tərəfimizdən çox təqdir edilir və bunun genişləndirilməsi üçün addımlar atılır. Ümumi müraciətlərin 2,4%-i əvvəldə bildirdiyim kimi əks əlaqə vasitəsilə cavablandırılması təmin edilir. Bəxtiyar müəllim, bir məqamada toxunaq. Vətəndaşların sizə müraciətləri ən çox nə ilə bağlı olur və işə götürənlər də müraciət edirlərmi? Vətəndaşların sualları Nazirliyin fəaliyyət istiqamətlərinə və Dost Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq 160 xidmət üzrə 13 istiqamətdə müraciətlər daxil olur. Ən çox daxil olan müraciət istiqamətlərindən biri ümumi dövlət sosial yardımdır. Bu təxminən 30% və daha artıq pay təşkil edir. Burada ümumi dövlət sosial yardımla bağlı qanunvericiliyin izah edilməsi, ilkin müraciət, təkrar müraciət, buna bağlı müraciətlər, alt istiqamətlər əsaslı təşkil edir. İkinci yerdə sosial müavinətlərlə bağlı olan müraciətlər təxminən ümumi müraciətlərin 11%-ni təşkil edir ki, burada da sosial müavinətlə bağlı ümumi qanunvericiliyin izahı, uşağın anadan olmasına görə bir dəfəlik müavinətin cari statusu və sosial müavinətlərin cari ay üzrə ödənişləri öz əksini tapır. Üçüncü yerdə təxminən 8,7% daxil olan müraciətlərin 8,7%-ni əmək pensiyaları ilə bağlı olan müraciətlər təşkil edir ki, bu da əmək pensiyalarının təminat hüququ, növləri və tərkibi barədə məlumatın əldə edilməsi üçün edilən müraciətlərdir. Bəxtiyar müəllim, zənglərlə bağlı məsələ bizə tam aydın oldu. Bəs müraciətlərin zənglərlə yanaşı hansı kanallardan alternativ olaraq cavablandırılması mümkündür? Əlavə məlumat olaraq bildirim ki, 6 kanal üzrə müraciətlər daxil olur bizdə. Ənənəvi qaydada zəng vasitəsilə,
interaktiv səsli menyu vasitəsilə, onlayn chat vasitəsilə müraciətlər daxil olur. Cavablandırılma qaydaları həm əks əlaqə vasitəsilə, həm chatbot vasitəsilə, həm də SMS vasitəsilə həyata keçirilir. iWave vasitəsilə 5 istiqamətdə interaktiv, 13 istiqamətdə və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun müraciət etmə qaydaları xidmət olaraq təqdim edilir. Eyni zamanda anonsların səsləndirilir ki, vətəndaşlar dövrü müavinət, təqaüd və pensiya ödənişləri ilə bağlı məlumatı da əldə edə bilir. Bəxtiyar müəllim, bir məqamı da qeyd edim ki, vətəndaşlar həmçinin Dost Çağrı Mərkəzi 142-nin fəaliyyəti ilə bağlı sosial media kanallarından da məlumat əldə edə bilərlər. Siz sosial mediada da Dost Çağrı Mərkəzi çox aktivdir və rəsmi kanallardır. Hər hansı bir sual yarandıqda, hər hansı fəaliyyətinizlə bağlı yenilik olarsa, vətəndaşlar məhz eyni zamanda həm Facebook, həm Instagram sosial kanalları vasitəsilə də Dost Çağrı Mərkəzini izləyə bilərlər. Bu da onlar üçün bir məlumat olsun ki, sosial mediada Dost Çağrı Mərkəzi kifayət qədər aktivdir. Bəxtiyar müəllim, bir operator gündəlik nə qədər zəngi cavablayır? Bir operator, bu il ərzində bir operatora düşən orta günlük zəng sayı 88 təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, bu 98 təşkil edirdi. Yəni 10 vahid azalma müşahidə olunur. Bu azalma bizə imkan verir ki, əməkdaşların inkişafı üçün onları həm funksional təlimlərə, həm də yumşaq təlimlərə cəlb edək və bu təlimlər nəticəsində də onların həm şəxsi inkişafı, həm əməkdaş olaraq inkişafını əldə edirik ki, bu da xidmət keyfiyyətinin artırılmasına hesablanıb. Bot və IVR 24 saat, 7 gün fəaliyyət göstərir. Yerdə qalan kanallar isə tərəfimizdən ancaq iş vaxtlarında idarə edilir. Orta günlük müraciət sayına toxunmuşkən, IVR-da bir gündə 3608, chat botda bir gündə 1688, zəng üzrə 6025, əks əlaqə üzrə 359, onlayn chat üzrə 491, SMS kanalı vasitəsilə isə 22 müraciətin cavablandırılması gün ərzində təmin edilir. Kifayət qədər böyük rəqəmdir. Əməkdaşlarınıza səbir və uğur diləyirəm həqiqətən. Çox sağ olun. Bəxtiyar müəllim, Dost Çağrı Mərkəzi 142-yə zəng etsəm, növbədə neçə dəqiqə gözləməli olaram? Cari ilin 11 ay ərzində orta gözləmə müddəti 9 saniyə təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, ötən il 1 dəqiqə 1 saniyə təşkil edirdi. Biz bu müddətin azalılmasına necə nail olmuşuq? Yəqin ki, belə bir sual yaranacaq. Əsas rol IVR-ın üzərinə düşür. Az əvvəl məlumat verdiyim kimi IVR-da səsli anonslar, interaktiv xidmətlər, özünə xidmət imkanlarının yaradılması, əlavə məlumatlandırma imkanlarının yaradılması vətəndaşların təxminən daxil olan zənglərin 50% vətəndaşlar IVR-ın xidmətlərindən istifadə edərək canlı operatora qoşulmadan dəstək alırlar. Bu da bizim vətəndaşların xəttə gözləmə müddətinə müsbət təsir edib. Eyni zamanda paralel olaraq biz vahid yanaşma tətbiq etmişik. Yəni əməkdaşlar tərəfindən cavablandırılma zamanı skriptlər tərtib edilib ki, həmin skriptlərdən istifadə olunur. Skriptlərdən istifadə qısa müddətdə cavablandırma təmin edilməsi üçün və sistemli cavablandırmanın təmin edilməsi üçün və bütün çağrı tərəfindən vahid cavablandırmanın təmin edilməsinə hesablanıb. Bu iki faktor vətəndaşın orta gözləməsinə, xəttə orta gözləməsinə müsbət təsir edib və düşünürəm ki, bu qənaət edici bir rəqəmdir. Dost Çağrı Mərkəzi 142 məhz süni intellektin köməyi ilə, süni intellekt vasitəsilə vətəndaşların dostu ola bilərmi? Rəqəmsallaşma istiqamətində nə kimi işlər görürsünüz? Bəli, işlər məlumatlı olduğunuz kimi 2023-cü ildən biz məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərməyə başlamışıq. Həmən dövrdən 2023-2024-cü illər üzrə strateji plan hazırlandı və həmən strateji planda əsas məqsədlərdən biri alternativ imkanlar, kanalların yaradılması, avtomatlaşmanın genişləndirilməsi, elektronlaşmanın genişləndirilməsi ilkin addım kimi atılmışdı və ötən dövrdə biz strateji planın hədəflərinə çatdıq
Artıq 2025 və 2030-cu illər üçün də hədəflərimiz müəyyənləşib. Orada da ən vacib məqamlar alternativ müraciət kanalları vasitəsilə sorğuların cavablandırılması və vətəndaşların 24 saat 7 gün xidmətdən tam yararlanması və bu istiqamətə atacağımız addımlardır. Burada sorğuların IVR və chatbot vasitəsilə və səsli botlar vasitəsilə cavablandırılması, proseslərin avtomatlaşdırılması üçün rəqəmsal alətlərdən və sistemlərdən istifadə, süni intellekt texnologiyalarının funksionallığının genişləndirilməsi, AI əsaslı cavabların ümumi sorğularda üzrə payının artırılması, vətəndaş rəylərinin toplanması və təhlillərinin aparılması, AI üzrə cavablandırılan vətəndaş müraciətlərində məmnunluq səviyyəsinin yüksəldilməsi. Məmnunluq məsələsinə toxunmuşam, etiraz etmirsinizsə, məmnunluqla bağlı onu bildirə bilərəm ki, təqdim etdiyimiz xidmətlərin dərhal qiymətləndirilməsi vətəndaşlar tərəfindən aparılır və 11 ay ərzində məmnunluq səviyyəsi SİSAT beynəlxalq metrikə uyğun olaraq 95% təşkil edir. Bu da çağrı mərkəzləri üçün yüksək qiymətləndirmə hesab edilir. Eyni zamanda paralel olaraq NPS qiymətləndirməsi də aparılır ki, il ərzində 4 dəfə rübli əsasda. Bu sırf layihəliyi ölçülməsi məqsədi ilədir ki, yəni çağrı mərkəzi kanal olaraq sosial sahədə nə qədər güvənli və nə qədər etibarlı, nə qədər mötəbər bir kanaldır. Burada da qiymətləndirməmiz 94%-dir. 94 və 95% nəticələr düşünürəm yaxşı nəticələrdir və bu beynəlxalq metrik olaraq da yüksək metrik sayılır. Buna görə də biz vətəndaşlara çox minnətdarıq ki, bizim xidmət göstərdiyimiz istiqamətdə bizə bu cürə dəyər verilir və vətəndaşlar üçün bu qədər önəmliyik. Bəli, sizin işinizdə əsas məqsəd keyfiyyət və etimaddır. 95% nəticə ilə etimadı qazana bilmisinizsə, nə xoş sizə və komandanıza. Bəxtiyar müəllim, istərdim zəng sifarişi xidməti ilə də bağlı məlumat verəsiniz. Çağrı mərkəzində həm iş saatlarında, həm də qeyri-iş saatlarında zəng sifarişi həyata keçirilir. Zəng sifarişi iş saatlarında ancaq IVR vasitəsilə həyata keçirilir. Qeyri-iş saatlarında həm IVR vasitəsilə, həm də e-sosial portal üzərindən həyata keçirilir və hər bir zəng sifarişinə xüsusi əsaslıqla yanaşılır, araşdırılır və vətəndaşlarla növbəti iş günündə əks əlaqə qurulur. Vətəndaşların sualları ətraflı cavablandırılması təmin edilir. Təşəkkür edirəm Bəxtiyar müəllim. Bugün gəldi, studiyamızın qonağı oldunuz. Kifayət qədər məlumatlı bir buraxılış alındı və MMC kimi fəaliyyət göstərdiyiniz dövrdə həqiqətən də nailiyyətlərə nail olmusunuz. Bu uğurların davamlı olmasını arzu edirəm. Sonda bizi izləyən vətəndaşlara, xüsusilə pensiyaçılara, yaşlı insanlara, hansı ki 142-dən xüsusilə istifadə edirlər, hər hansı kiçik bir məsələ də olsa, suallarını mütləq şəkildə sizin operatorlara yönləndirirlər. Onlara qeyd etmək istədiyiniz hər hansı bir məqam varsa, buyurun. Çox sağ olun, xoş sözlərə görə. Mən vətəndaşlardan xahişim budur ki, bizim çağrı mərkəzinə daxil olan zənglər, fiziki operator tərəfindən cavablandırılan suallar əhatəli şəkildə eyni qaydada onlayn chat vasitəsilə də cavablandırılır. Və dövrü anonslar, interaktiv xidmətlər və Nazirliyin ən çox müraciət olunan istiqamətləri üzrə müraciət etmə qaydaları interaktiv səsli menyuda təqdim edilir. Və paralel olaraq sizin bayaq dediyiniz sözə qüvvət olaraq bizim Facebook, Instagram səhifəsində və digər sosial şəbəkələrdə dövrü vətəndaşlar tərəfindən həftəlik əsasda, media planına əsasən, həftəlik əsasda daha çox daxil olan istiqamətlər üzrə press-relizlər hazırlayıb təqdim edirik. Dövrü olaraq videoroliklər həm çağrının fəaliyyəti ilə bağlı, həm də digər xidmət istiqamətləri ilə bağlı videoroliklər onların istifadəsinə təqdim edirik. Mən düşünürəm bizi izləsələr, zəng etmədən də, müraciət etmədən də məlumatları əldə edə bilərlər. Amma istədikləri vaxtı bizim iş vaxtlarında canlı operatorla, qeyri-iş vaxtlarında isə həm IVR-ın, həm də botun 24 saat, 7 gün xidmətindən istifadə edə bilərlər. Biz çox şad olarıq.
Nə gözəl. Bəxtiyar müəllim, yeri gəlmişkən bizim söhbətimiz zamanı elə indilərdə də görüntülənəcək. Dost Çağrı Mərkəzi 142-nin rəsmi sosial media kanalları LED monitorlarda qeyd olunurdu və bizi izləyən vətəndaşlar əgər məlumatsızdırlarsa, həmin monitorlardan indi də qeyd olundu. Qeyd olunan ünvanlar vasitəsilə məhz Dost Çağrı Mərkəzi 142-nin fəaliyyətini izləyə, eyni zamanda maariflənə bilərlər. Minnətdaram bugünkü efir üçün. Bir daha qeyd edim ki, qonağımız Dost Çağrı Mərkəzi 142-nin direktoru Bəxtiyar Məmmədov idi. Söhbətimizə qüvvət olaraq bir məqamı qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial mobil tətbiqində zəng sifarişini etmək çox asandır. Bunun üçün mobil tətbiqə daxil olaraq menyu bölməsindən xidmətlər və müraciətlərə klikləyirsiniz. Açılan xanada zəng sifarişi xidmətini seçərək müvafiq bəndləri doldurub göndər düyməsini sıxırsınız. Müraciət göndərildikdən sonra 142 Dost Çağrı Mərkəzinin əməkdaşı qeyd etdiyiniz məlumatlara uyğun olaraq sizinlə əlaqə saxlayacaq. Sosial sahədə rəqəmsal həllərlə xidmətinizdəyik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.